Səbr versin. Allahümme salli ala Muhammedin ve ala Muhammed. Selamun aleyke eyyühe şehid la ruhel merhumel mehrul ma'lum Muhammedin ve alihi Fatiha. Allah rahmet eylesin. Allah sizin canınızı sağ olasın. Allah size sabır versin. Sağ olun ki böyle evlatlar terbiye eləmişsiniz. Sağ olun ki vətən üçün belə kişilər böyütmüşsünüz. Bugünkü günümüzü bizi bağışlayan bu gözəl insanların əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayır. Həmişə onların xatirəsinə ehtiram əlamət olaraq onları anırıq, onları ziyarət edirik. Amma sizə də böyük hərflərlə əhsən deyirik. Allah sizin kimi valideynlərin canını sağ olsun ki, belə evlatlar tərbiyə eləmişsiniz. Allah şəhidlərimizə rəhmət eləsin. Mən də Allah sizə öz nevzəmdə sizə böyük təşəkkür edirəm. Ona görə təşəkkür edirəm. Sizin kimi belə deyək, səmimi, çox səmimi insan. Sizi bir məmur kimi biz qəbul eləmirik. Vallahi billahi, həqiqətən də imanınıza da söz yoxdur. Çox səmimi insan, o səmimiyyət hər şeydən önəmlidir. Sizi biz rəhbər kimi qəbul eləmirik. Ağsaqqalımız kimi həmişə də bu rayonda yenə deyirəm, bəzi başçılar var idi ki, başçalı gələndə əl çatmaz deyirdilər. Amma bu günləri uşaq da, kiçik də, böyük də sizdən üzbəyiz gəlir. Problemlərin bəzi düzdür, problem, o həyat nə qədər var, problem olacaq. Allah sizdən razı olsun. Bir daha da şəhid ataların adından sizə təşəkkür edirəm. Allah sizə var, Allah sizə səbir versin. Allah sizdən razı olsun. Sağ olun.